Soyuq bir noyabr ayının ilk günündəyik. Polşada axşam saatları ilə 8-10 arası olar. Hal-hazırda gəlmişik. Bu gün qəbirlərin ziyarət olunan günüdür. Mən sizə də göstərim. Bu formada hər kəs şam yandırıb qoyur qəbirlərin üzərinə və dua edirlər ki, ölüləri o biri dünyada rahat yaşasın. Burada mənim ilk dəfə gördüyüm yeni nə oldu? Mən bilmirdim, yəni xristianlar da yaxın biri dünyasını dəyişəndə həmin meyidi yandıraraq bastırırlar. Yəni bunu mən Hindistanlılarda bilirdim, amma burada da var imiş. Bununla yanaşı bir qəbirdə birdən artıq insanlar da bastırılır. 2, 3, hətta 4 nəfərə kimi insanın bir qəbrə bastırıldığını gördüm. Bu formada insanlar bura gəlir, ayın biri və sabahsı gündə gələcəklər. Hal-hazırda istədim gecə vaxtı burada olan atmosferi sizə çəkim göstərim. Burada da belə gecə görüntüsünü çəkdim, göstərdim, təqdim elədim. İnşallah qismət olsa sabahda səhər necə bir görüntü olacaq, onu sizlərə təqdim eləyəcəm.